Salam olsun Züleyxa xanıma. Tanrıların salamı olsun sizə. Yüzərsifə itaət eləməyə məcbur eləyə bildiniz? Xeyr xanım, o qətiyyən islah olub itaət eləyənə bənzəmir. Onu müti eləmək elə də çətin deyil. Sadəcə siz bacarmadınız. Mən bu İbrani qulamı zindana saldırmışam ki, onu qolu zəncirli, aç susuz saxlayıb tənbih eləyəsiz. Amma sən onu öz başına buraxmısan. Mənim xanımım, qaçanın əl qolunu bağlayırlar. Yüzərsif ki, qaçan deyil. O kəsi ac saxlayırlar ki, qarınqulu olsun. Yüzərsifin heç yeməyə meyli də yoxdur. O kəsi şallaqlayırlar ki, təqsirli olsun. O ki, müqəssir deyil. Deməli doğruymuş. Yüzərsif sizin hamınızı özünə cəlb eləyib. Ərz edim ki, xanım, bunlar həqiqətdir. Mən Züleyxa xanımla razıyam. Yüzərsif layiqdir ki, ona məftun olsunlar. O həqiqətən də sevilməlidir. Karihanaya tapşırmışam ki, onunla danışsın. Onu Yüzərsifin yanına aparın. Keşikçi, Yüzərsifi görüş otağına gətirin. Bizi tək qoyun. Yenə nə olub Karyana? Hələ də Züleyxa xanım keçmiş xəyallarını başında gəzdirir. Neçə vaxtdır ki, yeməyini də, yuxusunu da unudub. Amma sizi unutmağı bacarmır. Mənim ona yazığım gəlir. Kaş ki, bu qədər nəfsinə itaat eləyənə qədər ağlına tabi olaydı. Aşiq və ağıl? Züleyxa aşiq deyil. Bu həvəsi səhvən eşq kimi təsəvvür eləməyin. Eşq müqəddəsdir. Kirli, çirkab ürəklərdə yuva sala bilməz. Sən Züleyxa xanımı çirkab adlandırırsan? And olsun tanrılara, əgər o icazə versəydi, sənə işgəncə verdirib təslim olmağa vadar eləyərdim. Amma heyif ki, Züleyxa qoymaz. Çox heyif. Züleyxa bilir ki, Yüzərsif təslim olan deyil. Ona görə də sizə sərt rəftar eləməyə icazə vermir. Mən Züleyxanı çox istəyirəm. Odur ki, ona arzularına çatmaq üçün kömək eləyəcəm. İstəyir bu arzu həvəs olsun, istərsə də eşq. Mən sənin azad olmağını heç də istəmirəm. Amma Züleyxa istəyir. Mən bura Züleyxanın xatirinə gəlmişəm. Sənə azad olmağın yolunu göstərmək istəyirəm. Siz Züleyxanı nə qədər istəyirsiniz? Öz canım qədər. Mən öz xaliqimi bütün varlığımdan da çox sevirəm. Arzum da budur ki, öz əməllərimlə onu sevindirim. Züleyxanı yox. Mən sənə söz verirəm. Əgər Züleyxaya itaət eləyib, onun istəyini yerinə yetirsən, çox tezliklə azad olacaqsan. Züleyxaya de ki, Yüzərsif azadlığı günaha bulaşmaqla qazanmaq istəmir. Yaxşısı budur ki, o da öz ruhunu şeytana satmasın. Məyər Misir qadınlarının arasında ərə vəfalı olmağın, namusun əhəmiyyəti yoxdur?
Züleyxaya olan məhəbbətimə zidd olsa da etiraf eləməliyəm ki, o yaxşı həyat yoldaşı deyil. Axı Putifar kimi böyük məqam sahibi olan ərin qadını sənin kimisinin dalınca necə düşə bilər? Əgər Züleyxa həqiqi gözəl olan böyük məbudu tanısaydı, Yusif kimi kiçik bir bəndəyə bel bağlamazdı. İlahi, Züleyxanın batinini qaranlığın zindanından xilas eləyib, onun qəlbini iman nuru ilə işıqlandır. İndiki belədir, qoyun çürüyənədək burada qalsın. Əgər Yuzarsif qulağının dibini görsə, onda azadlığı da görəcək. Yola düşürük. Züleyxa həyatını uduzmuş qumarbazdır. Amma bunu bir üzə vermək istəmir. O istəyir ki, özünü daş qəlbli kimi göstərsin. Amma bacarmır. Allahın salamı olsun sənə. Allahın salamı olsun sizə. Yaqub nəbini axtarıram. Ondan nə istəyirdiniz ki? Misirdəki cavan məhbusdan onun üçün xəbər gətirmişəm. Necə? Dediniz cavan məhbusdan? Hə, Mənlə gəlin. Onun zahiri, qəddi-qaməti, həm də yaşı. uca boyu vardı. Məncə 30-32 yaşı olardı. Onun çöhrəsi gözəl idi. Adı Yusif deyildi. Adını soruşdum. Dedi ki, adımı deməyə icazəm yoxdur. Gözəlliyi də ki, uzanmış saç-saqqalından məlum deyildi. Mənim Yusifimin gözəlliyi niqabını o üzündən də görünərdi. Yox, onu heç nə gizlədə bilməz. Kənanın böyüklərindən soruşdu. Sizi dedim. 10 kibarlı və qüdrətli ağac budaqlarını soruşdu. Dedim ki, birini kəsiblər. Adını niyə demədi ki? Niyə dedi icazəm yoxdur? Əgər Yusifim olsaydı deyərdi. Atasına görə deyərdi. Dediniz ki, həmin cavandan xəbər gətirmisiniz. Hə, dedi ki, qərib, didərgin məhbuslar üçün dua eləyin. Allah onu zindandan xilas eləsin. Məhbus dedi ki, Allah dərgahına dua eləmək üçün əl açsaz, atasından uzaq düşmüş qərib evladlar üçün də dua eləyəsiz. Bu mənim Yusifimdir. Bu atasının gözündən uzaq evlad elə mənim Yusifimdir. Eşidirsən Binyamin? Bu atanın ayrılığından nalə çəkən qardaşın Yusifin sözüdür. Ata, sakit olun. Yusif Misirdə neyniyir? Özü də zindanda. Bundan başqa, onun dediyi nişanələr Yusifə bənzəmir. Hiss eləyirəm ki, bu məhbus ya mənim Yusifimdir, ya da ondan xəbəri var. Bir də Allahın vilayəti və kəsilmiş budaq barədə nəsə soruşdu. O yadımda deyil. Pərverdigara, həmin məhbusu zindanın küncündən xilas edib atasına qovuşdur. Pərverdigara, atasının qəlbini onu görməklə işıqlandır. Əgər icazə versəydiniz, mən gedərdim. Allahın amanında ol. Allah sizi qorusun və yaxşı mükafatlandırsın. Ümidvaram ki, bu gözlər
mənim Yusifimi görmüş olsunlar. Ümidvaram. Allah amanında. Allah amanında. Pərverdigara, İsmarız yollayan Misirli məhbusun duasını gerçəyə çevir. Cənab, əmir takulu gəlib. Salam olsun baş kahin cənab Alixmahuya. Misir məmləkətinin hökmdarı Firon 3-cü Amunhotep cənab Alixmahunu sarayda keçiriləcək qonaqlıqda iştirak eləmək üçün dəvət eləyir. Və ümid eləyir ki, cənab Alixmahu bu qonaqlığı öz iştirakı ilə daha da zinətləndirəcək. Əmirin dəvətinə görə minnətdarıq. Həmin qonaqlıqda iştirak eləyəcəyik. Gedə bilərsiniz. Niyə qəbul elədiniz, cənab Alixmahu? Bu tələ ola bilər. Çarə yoxdur. İştirak eləməmək, itaət eləməmək, yəni Amunhotepə qarşı müharibə elan etmək deməkdir. Digər tərəfdən, əgər Apopis Amunhotepin canını qəsd eləmək istəyibsə, biz onu bu işə təhrik eləməkdə təqsirləndirilə bilərik. Getməməyimiz ittihamın doğru olduğunu göstərəcək. Əgər bu qonaqlıq bir tələ və fırıldaqdırsa, bəs onda necə? Badiyamun gərək əskərlərinə göstəriş versin ki, hər təhlükəyə qarşı hazır olsunlar. Biz də şəhərin böyüklərindən bir çoxunu bu qonaqlığa çağırarıq ki, Amunhotep onların huzurunda bizi ittihamlandırıb əleyhimizə bir şey eləyə bilməsin. Bunu da unutmayın ki, Amunun fədakar ardıcıları o qədərdir ki, əmir Amunhotep başkahinə hörmətsizlik eləməyə cürət eləyə bilməz. Rab, yaxşı. Gedin sabahki qonaqlığa hazırlaşın. Salam olsun cənab Horemhopa. Minnətdaram. Biz Apopis, Binarus və kahin Keybununu aparmaq üçün gəlmişik. Lap yaxşı cənab. Biraz gözləyin. Məhbus Apopis və məhbus Binarus, getməyə hazırlaşın. Sakitləş. Sakitləş. Mühakimə üçün Amunhotepin yanına getməlisiniz. Apopis. Apopis. İman gətirdiyin Allaha təvəkkül elə. Onun iradə etdiyi hər bir işə razı ol. Əgər bu dünyada olsan, yenə bir-birimizi görəcəyik. Əgər getsən, bil ki, biz də tezliklə sənə qovuşacağıq. Bugün 3-cü gündür. Yuzarsifin onlar üçün yozduğu həmin yuxu aşkar oldu. Qalx Apopis. Tələs. Oldu. Oldu. Səbr elə. Sən öz xaliqinin görüşünə gedirsən.
Kahin Keybunini də hazırlayın. Bu dünyadan imanla gedəcəyin üçün sevin. Əgər buradan salamat çıxsam, Amonhotepin şərabdarının görüşünə gedəcəyəm. İstəyirsən Nimbisabı kimi sənin üçün yemək və paltar gətirim. Mənim üçün yox. Bunlar üçün gətir. Binarız, dua elə ki, Allah tezliklə bizim azadlığımız üçün yol açsın. Ha. Dua elə. Bizim üçün də dua elə. Hey, Apopis! Nigaran olma, Yüzarsif'in söylədikləri yalandır. Heç nə olmayacaq. Mən sənə söz verirəm. Qapını aç. Kahin Keybuni çıxışa. Bayıra çıxmaq vaxtıdır. Hara? Bilmirəm. Amonhotepin süvariləri səni aparmağa gəliblər. Onu zəncirlə bağlayın. Məni... Mən imanıma görə sizə borcluyam, Yüzarsif. Onu qorumağa çalışacağam. Amonhotepin yanına gedib, öz sabiq vəzifənə qayıdacaqsan. Amonhotep məni bir dəfə görüb, onun haqqında xoş xatirəm qalıb. Ağanın yanında məni də yada sal. De ki, Yüzarsif günahsızdır, onu boş yerə həbs eləyiblər. Mütləq arxayın ol. Mən sizin azad olmanız üçün çalışacağam. Sağ-salamat. Allah amanında. Allah amanında. Yaxşı yol. Siz də azad olacaqsınız. Xudahafiz. Bizi unutma. Allah amanında. Allah. Salamat qalın. Yaxşı yol. Arxayın ol ki, hökmdar Amonhotep sən də zindandan azad eləyəcək. Kaş ki bizim də kömək istəyəcəyimiz birisi olaydı. Nə dedin? Dedim ki, Amonhotep sizi də zindandan azad eləyəcək. Onun qüdrəti böyükdür. Amma mən Amonhotepdən daha qüdrətlisini tanıyıram. Axı, nə üçün ona demədim? Cənab Keybuni, sizsiz? Apopis, Binarus, siz burada nə edirsiniz? Özünü axmaqlığa vurma. Biz ikimiz neçə aydır ki, burada həbs olmuşuq. Amma məbədin kahinlərindən heç biri bizimlə maraqlanmayıb. Niyə maraqlanmalıydıq? Sizin həbs olunmağınızın bizə nə aidiyyatı var? Çox alçaqsız. Biz sizə görə zindana düşmüşük. Əllərin bağlı olmasaydı, dişlərini sındırardım ki, niyə bizimlə maraqlanmalı olduğunu anlayasan. Alçaq rəzil. Üzlərini örtün. Onları tanımamalıdılar. Tərpənin. Cəld. Cəld.
Apopis. Apopis. Hə? Bu vaxtacan bir söz demisən? İşgəncələrə dözə bilmədim. Hər şeyi dedim. Bəs qohumlarının, arvad uşaqlarının məhv olacağını düşünmədin? Şallaq və işgəncə adamın yadından hər şeyi çıxarır. Hər halda iş işdən keçib. Bilirəm ki, siz öz hədələrinizi həyata keçirə bilməyəcəksiniz. Nə qədər gec deyil, inkar elə. Bunu bil ki, məbəd səndən ağır intiqam alacaq. Hamının yanında boynunu alıb, sonradan inkar eləməyin faydası yoxdur. De ki, işgəncələrə dözməyib demisən. Canının qorxusundan demisən. Putifar bu qədər də sadəlöv deyil. Qəbul eləməz. Başqa yolu yoxdur. Əgər inkar eləməsən, bütün qohumlarını, yaxınlarını itirəcəksən. Ağzınızı yumun. Sakit. Əhəmiyyət vermə. Sən ki, heç bir günah eləmədin. Allah burada, yanımda olduğu halda mən niyə Binarusdan istədim ki, məni Amonhotepin yadına salsın? Əgər Amonhotep sənin günahsız dustaq olduğunu bilsə, səni buradan xilas eləməyə çalışsa, nə eybi var? Əgər mən başqalarını Qadir Allahın inayətinə can atmağa çağırıramsa, amma özüm ondan qeyrisinin himayəsinə sığınıramsa, bu eyib deyil. Mən qəflətdəyəm. Qəflətdə. Sən təkcə hökümdarın sənin halından xəbərdar olmasını, günahsız olduğunu bilməyini istədin. Elə bu. Qadir Allah mənim günahsızlığımı bildiyi halda qeyrisinin bilməyinə nə ehtiyac var? Mən Allahdan bağışlanmaq istəyirəm və tövbə eləyirəm. Səhv eləmişəm. Hər bir şey, istədiyiniz hər bir şey onun əlindədir. Vay, vay olsun o kəslərə ki, ehtiyac əlini başqasına tərəf açar. Əgər qiyamət günü Allah öz ədalətini zahir eləsə, bəndələrdən çoxu rüsvay olar. O gün bir çox pərdələr qaldırılar. Əgər məxluqata ədaləti ilə baxsa, şahların çoxu əsir olar. Qiyamət günü Allah Taala məzlumların əlindən tutar. Həmin gün bütün günahkarlar
öz şirkin əməllərini görsələr, gözlərindən qan yaş axar. Mənə səhvimin cəzasını başa salmaq üçün gəlmisən. Sakit ol, Yusif. Özünə bu qədər əziyyət vermə. Mən öz səhvimdən agaham və özümü bağışlaya bilmirəm. Elə həmin bu agahlıq da o gözə görünməz dostun Yusif haqqındakı inayətidir. Yusifi utandıran elə bu ali inayətin sonsuzluğudur. Kim məni atamın və başqalarının yanında əziz elədi? O Allah ki, izzət və yəzəlalət vermək onun əlindədir. Kim məni Misirin əzizinin sarayında naz və nemətə qərq elədi? O Allah ki, bütün nemətlər onun vücudunun feyzindəndir. Kim məni Züleyxanın və Misirin başqa qadınlarının torundan xilas elədi? Mömin bəndələrini pis və çirkin əməllərdən qoruyan Allah. Bəs nə üçün məni daim düşünən Allahın huzurunda ondan qeyrisini yada saldım? Bu səhvə görə Yusif qan ağlamasınmı? Üzünü cırıb necə saçını yolmasın? Xəta elədim. Səhvimdir. Uca Allahdan günahıma görə üzr istəyirəm. Əgər Yusif öz səhvini başa düşməyib, Həzrəti Haqqın dərgahından bu cür əf istəməsəydi, Haqqın dərgahından qovular və Peyğəmbərlik məqamından uzaqlaşdırılardı. Yusifin zindanda 1 il qalması təqdir olunmuşdu. Amma indi həmin vaxtın üzərinə 7 ildə əlavə olundu ki, Yusif həm öz xətasını düzəltsin, həm də zindandakıları hidayətə qovuşdursun. Yusifin qarşıda çoxlu Allah-pərəst dostlara ehtiyac olacaq. Zindanı qəbul eləyirəm. Hətta bütün ömrüm boyu olsa belə. Məbudumun məni öz nəzərindən salmaması mənə bəsdir. Minnətdaram. Minnətdaram. Məni bağışlayın. Yuxunuzu qaçırtdım. Həmişə dua eləyin ki, Allah bizə bəxş etdiyi bəndəlik sifətlərini əlimizdən almasın. Həmişə deyin, Pərverdigara, məni hidayət etdikdən sonra qəlbimi qaraltma. Gözlənilən təhlükələrin qarşısını almaq üçün lazımi tədbirlər görmüsünüz? Bəli, Ali cənab. Əskərlər və qullar silahlıdırlar.
Cəmaatın arasındakı tərəfdarlar da silahlanıblar. Tapşırmışam, əgər bir şey olsa hücum eləsinlər. Çalış gözünü əl alasan. Nəbada boş yerə qəzəblənəsən. Cənab Padiamun, silahlarınız. Misir torpaqlarının hökmdarı və tanrısı 4-cü Amunhotep saraya daxil olur. Bəhbə, Misir ölkəsi tanrılarının bütün məbədlərinin baş kahini cənab Alixmahu bugünkü qonaqlığa xoş gəlib. Salam olsun Misirin böyük hökmdarı Tanrı 3-cü Amunhotep'ə, Misir saraylarının ən böyük əmirinə. Görəsən doğrudanmı cənab Alixmahu dediyi bütün ləqəbləri qəbul eləyir? Dediklərimizə şübhəmiz yoxdur. Söylədiklərimiz həqiqətdir. Amun kahinlərin nəzərində Misirin hökmdarları həmişə tanrılıq məqamına bərabər tutulublar. Mən sizdən, yəni məbədin böyüklərindən sual edirəm. Cənab Alixmahunun dediyi ali bir zata qarşı suiqəst təşkil edənin cəzası nədir? Biz belə düşünürük ki, söz gəzdirən bədxax adamların fitnəsi Ali Cənabın zehnində məbədin başçılarına qarşı çox pis fikirlər yaradıb. Qoy cənab əmir arxayın olsun ki, xəbərçilərin iftirası bizim əmirə qarşı olan rəğbət və sədaqətimizi azalda bilməz. Hərçənd ki, cənab bizə qarşı bir qədər pərişan görünür.
Bugün Misirin zadəgan və böyüklərinin huzurunda tamaşa göstəriləcək. Bu tamaşanın baş qəhrəmanları Cənab Alixmahu, Padiamon, Apupis və Binarusdur. Belə Cənab Alixmahu, bunları tanıyırsınızmı? Bəli, əgər səhv eləmirəmsə, bu ikisi Cənab Amunhotepin süfrədarı və saqisidir. Bu iki nəfərin məbədlə əlaqəsini açıqlayarsınızmı? Yoxsa hər şeyi açıb deməyi onlardan istəyim? Hə? Məbəd onları Amunun ibadətkarları kimi tanıyır. Onlarla başqa heç bir əlaqəsi yoxdur. Yaxşı, Apupis. Sən də məbəd və Cənab Alixmahu ilə olan əlaqəni inkar edəcəksən? Mən cənab Putifarın hansı münasibətdən danışdığını bilmirəm. Şahin Alixmahu ilə olan münasibətinizdən, cənab Amunhotepin həyatını hazırladığınız sui-qəsddən. Mənim cənab Alixmahu ilə heç bir əlaqəm olmayıb. Amma sən zindanın məmurlarının huzurunda etiraf elədin ki, zəhəri hökmdarın camına tökməkdən ötürü Alixmahu sənə 1000 qızıl sikkə verib. Buna neçə nəfər şahid var? Mən inkar edirəm. Heç vaxt. Həmin etirafı mən işgəncədən qurtulmaq üçün eləmişəm. Bəs alicənab əmirin canına qıydığın sui-qəsdə nə deyəcəksən? Nə üçün belə elədin? Bunun cənab Alixmahu və məbədin kahinlərinə dəxli yoxdur. Bir gün hökmdar mənim süfrə bəzəyimdə səhv tutdu və mənə qəzəbləndi. Qorxdum ki, bir bəhanə ilə mənim canıma qıyar. Odur ki, mən qabaqdan gəlmişlik eləmək fikrinə düşdüm. Hökmdarın canına sui-qəsd eləmək istəyənin cəzasının ölüm olduğunu bilirsən. Yaxşısı budur ki, öz cəzalarına çatsınlar deyə bizə əsl səbəbkarları tanıtırasan. Cənab Putifar, siz məbədin xadimlərini bu cinayətə şərik eləməyə israr edirsiniz. O, cəmaatın huzurunda məbədlə əlaqəsini inkar elədi. Deyin görüm, siz daha nəyi sübut eləmək istəyirsiniz? Sizin ürəyiniz o qədər də rahat olmasın. Çünki hələ tamaşa davam edir. Yaxşı, cənab Keybuni. Siz Zavira zindanının qapısında nə edirdiniz? Apopisi nə üçün axtarırdınız? Ondan xəbərsiz olan və ağlayan arvad uşaqları üçün. Onların Apopisdən heç bir xəbərləri yox idi. Onlara söz vermişdim ki, xoş xəbər gətirəcəm. Hər yerə baş çəkdim. Zavira zindanının qarşısına çatanda məmurlar tərəfindən həbs olundum. Amma Apopis zindanda etiraf edib ki, şəxsən sizin vasitənizlə Alixmahunun yanına gedərək hökmdarı öldürmək üçün tapşırıq alıb. İşgəncə altında edilən etirafın heç bir dəyəri yoxdur, cənab Horemhop. Yəni sənin Apupis və Binarusla heç bir əlaqən yoxdur? Bizim canımıza qarşı hazırlanan cinayətdə əlin olmayıb? Xeyr, mənim tanrım. Mənim onlarla heç bir əlaqəm yoxdur. De görüm Apupis,
Sənin Keybuni və Alixmahu ilə heç bir əlaqən olmayıb? Xeyr, cənab. Mənim Keybuni və Alixmahu ilə heç bir əlaqəm olmayıb. Mənə qarşı sui-qəsdi yalnız özün və Binarus hazırlamışsınız? Yox, cənab, yox. Mənim bu hadisədən xəbərim yox idi. Düz deyir, cənab. Onun bu hadisədən xəbəri yoxdur. Bunu ondan mən istədim, mən. İstədim mənə kömək eləsin, amma eləmədi və sizə xəbər verdi. Nə qədər ki, səbir kilovlarımı əldən verib sənin ölümünə hökm verməmişəm, gözümün qabağından itil. Səni bunların ağılsızlığı xilas elədi. Əgər bir də fitnə fəsad törədsən, Amun da səni xilas eləyə bilməyəcək. İtil! Bu məbədin tanrılarına xəyanətdir. Bunlar kafirdirlər. Amuna hörmətsizlik eləyirlər, bu təhqir cavabsız qalmayacaq. Sən axmaqsan. Canını Alixmahu və başqalarına fəda elədin. Əgər həqiqəti desəydin, indi xilas olmuşdun. Mən öz canımı ailəmə və qohumlarıma fəda eləmişəm. Binarus azaddır. Amma bu biz sabahlar ağacından asılsın ki, başqalarına da ibrət dərs olsun. Sənsə Keybuni, get. Amma bil ki, tezliklə məbədin xəyanətinin üstündən pərdə götürüləcək, sizi də bu biz kimi dar ağacından astıracağam. Gedək. Tamaşa qutardı. Hamı bayıra. Çıxın! Tamaşa Amunhotepin məğlubiyyəti və kahinlərin qələbəsi ilə sona çatdı. Hamı çıxsın! Binarus! Bəli, cənab. Məyər sən bizim şərabdarımız deyilsən? Bəli, cənab, bəli. Bəs şərabın hanı? Xidmətinizdəyəm, cənab. Bu gecəki rüsvayçılıq sizin təqsirinizdir, cənab Putifar. Bizim tədbirli və hikmətli vəzirimiz bu cür açıq aydın cinayəti sübuta yetirə bilmədi. Bəs deyirdiz istədiyimizə nail olacaq, cənab Putifar.